Salam əziz balalar, 6-cı sinif Azərbaycan dili dərsliyi səhifə 45-də zərflik mövzusunun izahına gəlin bir yerdə baxaq. Zərflik. Öncəliklə baxaq görək gəlin zərflik nədir? Biri var zərf, zərf. Zərf. Biri də var zərflik. Bu iki termini siz bir-biri ilə qarışdırmayın. Zərf nitq hissəsidir. Zərflik isə cümlə özvüdür. Zərfin mənaca 4 növ olur. Yəni tərz hərəkət, zaman, yer, bir də kəmiyyət zərfləri. Zərfliyin isə mənaca 6 növ var. Yəni tərz hərəkət zərfliyi, zaman zərfi, yer zərfliyi, kəmiyyət zərfliyi, səbəb zərfliyi, bir də məqsəd zərfliyi. Bunları bir-birindən ayırmağı bacarın. Ola bilər ki, çaşdırıcı sual düşə bilər sizə. Amma zərflə zərfliyin məsələn oxşar cəhətlərində var təbii ki, sualları. Məsələn, zərflikdəki sualların çoxusu elə zərfdə olan suallardır. İndi gəlin baxaq uşaqlar. Zərf haqqında bildiklərinizi xatırlayın. Verilmiş cümlələrdə zərfləri seçin və onların məna növünü müəyyən edin. Bax, burada zərf deyirsiniz, zərf. Yəni nitq hissəsi olaraq zərf. Müzakirə zamanı Toğrul cəsarətlə danışırdı. Bax, burada bizim zərfimiz nədir? Cəsarətlə. Fikir verirsinizsə, cəsarətlə sözü də feilə aiddir. Biz pilləkənləri yuxarı qalxdıq. Burada da yuxarı zərfimiz var. Bu da feilə aiddir. Ümumiyyətlə zərfdir, zərflikdir. Bunlar daha çox feilə aid olur. Düzdür, bəzən sifətə də aid ola bilər, amma daha çox feilə aid olur. Baxaq burada danışırdı, necə, nə cür, nə tərzdə deməli cəsarətlə. Bu təbii ki, nədir? Tərz hərəkət zərfidir. Tərz hərəkət zərfi eyni zamanda təbii ki, sizcə zərfliyin hansı növündə olar? Təbii ki, tərz hərəkət zərfliyi növünə daxil olacaq. Biz pilləkənləri yuxarı qalxdıq. Haraya? Yuxarı. Görürsünüz burada bir hərəkətin bir yeri var. Hərəkətin yeri. Hərəkətin yeri olduğu üçün biz buna nə deyirik? Yer zərfi deyirik. Bəs sizcə zərfliyin hansı növünə daxil olar? Təbii ki, yer zərfliyinə daxil olacaq. Sonra deyir ki, indi isə aşağıdakı cümlələrdə eyni suala cavab verən sözlərin aid olduğu nitq hissələrini və cümlədəki rolunu müəyyən edin. Müzakirə zamanı Toğrul düşünmədən danışırdı. Nə edirdi? Danışırdı. Kim? Toğrul. Bax, fikir verin, necə, nə cür, nə tərzdə? Düşünmədən. Burada baxın, zərfliyin xətti budur da, sxemi daha doğrusu budur. Mən indi ola bilər ki, burada biraz səliqəsiz çəkəm. Çünki qələmlə telefonda izah edirəm dərsi. Tam olaraq aydın xətləri çəkə bilmirəm. Düşünmədən sözü, uşaqlar, tərz hərəkət zərfliyidir. Çünki hərəkətin tərzini bildirir. Amma sizcə bu zərfdir, yoxsa zərf deyil? Təbii ki, zərf deyil. Çünki bu nədir? Feili bağlama. Yəni, cümlə üzvü olaraq tərz hərəkət zərfliyidir. Amma cümlə üzvünün ifadə vasitəsi nədir? Feili bağlama olacaq. Sonra biz pilləkənlə çardağa qalxdıq. Nə etdik? Qalxdıq. Kim? Biz. Haraya qalxdıq? Çardağa. Bax, fikir verin sualına. Haraya. Haraya qalxdıq? Haraya bir məkan bildirir. Təbii ki, bu bizim nəyimiz olacaq? Yer zərfliyimiz. Bəs gəlin görək, yer zərfliyinin ifadə vasitəsi zərfdir, yoxsa zərf deyil? Sizcə çardağa sözü zərfdir, yoxsa zərf deyil uşaqlar? Təbii ki, zərf deyil, çünki bu isimdir. İfadə vasitəsi nə olacaq? İsim olacaq. İsim olacaq. Sonra indi baxaq burada. Məsələn, bax, burada cəsarətlə sözü necə sualına cavab verirdi. Burada da düşünmədən sözü necə sualına cavab verdi də, elə deyil. Hər ikisi tərz hərəkət zərfliyidir. Sadəcə olaraq bu hissədəki cəsarətlə sözü cümlə üzvü olaraq tərz hərəkət zərfliyidir. Eyni zamanda tərz hərəkət zərfidir. Tərz hərəkət zərfidir. Amma burada düşünmədən sözü tərz hərəkət zərfliyidir, amma tərz hərəkət zərfi deyil. Yəni, ifadə vasitəsi burada nədir? Feili bağlama oldu. Sonra indi
Burada ikinci cümlələri müqayisə eləyək. Burada haraya sualına cavab verən sözü həm yer zərfliyidir, həm də ifadə vasitəsi nədir? Yer zərfi. Amma burada haraya sualına cavab verən sözü yenə də yer zərfliyidir, amma ifadə vasitəsi nədir? Yer zərfi deyil. Çünki ifadə vasitəsi burada isimdir. Yəni ifadə vasitələri fərqlidir. İfadə vasitələri fərqli oldu. Cümlə üzvü olaraq eynidir, amma ifadə vasitələri fərqlidir. İndi burada zərfliyin deyək ki, növlərini veriblər. Ümumiyyətlə zərflik daha çox nəyə aid olur? Fe'li xəbərə aid olur, amma bayaq dediyim kimi sifətə də aid ola bilər təbii ki. Onu müxtəlif cəhətdən izah edir. Zərfliyin mənaca aşağıdakı növləri var. Ümumiyyətlə bax, tərz hərəkət zərfliyi var. Gəlin bunlar birinci deyim, sonra təyinlə fərqini deyərəm. Tərz hərəkət zərfliyi var. Sualları nədir? Necə? Sonra başqa nə sualı var? Nə cür sualı var? Nə cür sualı var? Daha sonra nə tərzdə sualı var? Nə tərzdə sualı var? Sonra zaman zərfliyi var. Sualı nə zaman var? İndi burada yazmayıblar. Nə vaxt var? Nə vaxt? Haçan? Nə vaxt? Nə vaxt? Daha sonra haçan? Bu suallar hamısı zaman zərfliyinin suallarıdır. Sonra yer zərfliyinin sualları. Yer zərfliyinin sualları uşaqlar, belə deyim də, bax bu ismin halları var idi ya. Deməli adlıq, yəlik, yönlük, bilirsiniz də halları, təsirli. Burada yəlik halı ümumiyyətlə bilirik ki, müstəqil şəkildə cümlə üzvü ola bilməz. İsmi xəbər olar, düzdür. Başqa təyin də ola bilər, amma onda isim olmur. Amma yəni haranın sualı yoxdur da. Cümlə üzvlərində haranın sualı yoxdur. Hara ilə bağlı olan suallardan. Haranı sualı, yəni təsirli haldakı olan haranı sualı, bu isə tamamlıqdadır. Yerdə qalan o hara ilə bağlı olan suallar təbii ki, yer zərfliyində var. Yəni hara, haraya, harada, haradan. Bunlar hamısı yer zərfliyində var. Sonra kəmiyyət zərfliyi. Kəmiyyət zərflikdə sualı nə qədər, sonra nə dərəcədə sualı da var. Sonra səbəb zərfliyi, nə üçün, niyə, nə səbəbə, nədən ötürü bu suallar var. Sonra məqsəd zərfliyində nə məqsədlə, yenə nə üçün, sonra nədən ötürü bu suallar var məqsəd zərfliyində. Sonra indi cümlədəkiləri zərflikləri müəyyən edin. Onlara aid xüsusiyyətləri cədvəlin müvafiq sütunda yazın. Uşaqlar, sizə öncəliklə qeyd edim ki, bax məsələn necə sualı, sonra nə qədər sualı təyində də var. Bəs bunu necə ayırd eləyəcəksiniz? Yadınızda qalsın. Əgər izah edilən söz isimdirsə, o zaman həmin o necə sualına cavab verən, nə qədər sualına cavab verən sözü təyin götürəcəksiniz. Yox, izah edilən söz feil və yaxud da ki, sifətdirsə, o zaman həmin o necə, nə qədər sualına cavab verən sözü götürəcəksiniz zərflik. İndi gəlin bunu nümunədə müəyyən eləyək. Məsələn, deyirəm ki, gözəl qız danışdı. Nə etdi? Danışdı. Nə etdi? Danışdı. Kim? Qız. Deməli, hansı qız? Necə qız? Gözəl. Bax, burada izah edilən söz nədir? İzah edilən söz isimdir. Deməli, bu nə olacaq? Təyin olacaq. Amma indi gəlin başqa bir nümunə yazaq. Məsələn, deyirəm ki, qız gözəl danışdı. Gözəl danışdı. Nə etdi? Danışdı. Kim? Qız. Necə, nə cür, nə tərzdə danışdı? Gözəl danışdı. Bax, burada gözəl sözün izah etdiyi söz artıq feildir. Artıq bu nə olacaq? Təbii ki, zərf olacaq. Yəni, burada daha doğrusu uşaqlar üzr istəyin. Həm zərfi olur, həm də zərfli olur da cümlə üzvü olaraq. Sonra başqa məsələn nə deyək? Məsələn, nə qədər sualına cavab verən söz. Məsələn, xeyli sözünü yazım. Deyirəm ki, xeyli gözlədim. Nə etdim? Gözlədim. Nə qədər? Xeyli. Bax, burada nə qədər sualına cavab verən sözün izah etdiyi söz nədir? Feil. Deməli, bu nə olacaq?
Zərfli olacaq, bax, zərfli olacaq. Amma deyirəm ki, məsələn, xeyli kitab aldım. Xeyli kitab aldım. Burada nə etdim? Aldım. Nəyi? Nəyi? Yəni bu təsirli haldadır, qeyri-müəyyən təsirli haldadır. Nə aldım? Kitab. Bu bizim tamamlamamız. Nə qədər kitab aldım? Xeyli. Bax, fikir verin. Xeylinin izah etdiyi söz nədir? Kitab sözü, yəni isim. Deməli, bu da nə olacaq? Olacaq. Bizim təyinimiz olacaq. Burada həmişə diqqətli olun. Yəni bu deməli, nə qədər sualına, bir də necə sualına cavab verən sözlər hər iki cümlə üzvü ola bilər. Özündən sonra gələnə baxacaqsınız, izah etdiyi sözə. Yaxşı uşaqlar, gəlin izahımızı qısa eləyək. Sonra B-yə baxaq. Cümlədə səhvlikləri müəyyən edin. Onların aid xüsusiyyətləri cədvəlin müvafiq sütunda yazın. Dünən burada zəfər paradı keçirildi. Nə etdi? Keçirildi. Nə keçirildi? Zəfər paradı. Harada keçirildi? Harada? Burada uşaqlar bunu yenə də yaxşı çəkə bilmədim altından. Burada yer zərfli idi. Çünki keçirildiyi bir məkanı bildirir. Nə zaman? Dünən. Bu da bizim zaman zərfliyimizdir. İndi deyir ki, onlara aid xüsusiyyətləri cədvəlin müvafiqində yazın. Uşaqlar, deməli, bax, zərflikləri, yəni dünəndən burada sözünü, iki dənə zərfliyimiz var da, onları buradan yazırsınız. Sualın buradan yazacaqsınız. Mən yaza bilməyəcəm indi burada. Dünən sualı nədir? Təbii ki, nə zaman? Dünən. Sonra məna növü də hərəkətin təbii ki, zamanını bildirir. Nə olacaq? Zaman zərfli olacaq. Onu da bura qeyd edəcəksiniz. Sonra daha sonra burada sözünü yenə də zərfli olan hissəyə yazacaqsınız. Sualı harada sualdır, onu da bura yazacaqsınız. Təbii ki, məna növü nə olacaq? Yer zərfliyi. Onu da bu hissəyə qeyd edəcəksiniz. Sonra mən onu uşaqlıqdan tanıyıram. Nə edirəm? Tanıyıram ki, mən kimi, onu tamamlıqdır. Deməli, nə zamandan tanıyıram, nə vaxtdan tanıyıram? Uşaqlıqdan. Uşaqlar, bu uşaqlıqdan sözdə nə olacaq? Təbii ki, bizim zaman zərfliyimiz olacaq. Yenə də uşaqlıqdan sözün bu hissəyə yazacaqsınız. Sualını, yəni nə vaxt? Nə zamandan onu bura yazacaqsınız. Məna növündə nədir? Təbii ki, hərəkətin zamanını bildirir. Məna növü də zaman zərflidir. Onu da məna növünə qeyd edəcəksiniz. Sonra 3. Məktubu oxuyan oğlan gülərək dedi. Nə etdi? Dedi. Kim? Oğlan. Oğlan çoxdur da. Hansı? Məktubu oxuyan. Bu bizim təyinimizdir. Necə, nə cür, nə tərzdə dedi? Gülərək dedi. Bu da bizim deməli zərfliyimizdir. İndi yenə də gülərək uşaqlar bura yazacaqsınız. Gülərək. Daha sonra sualın bura yazacaqsınız. Necə? Necə? Bax, necə sualına cavab verən sözdən sonra nə gəlibdir? Yəni nəyə aiddir? Nə izah eləyir? Dedi sözünü izah eləyir. Təbii ki, bu zərfli olacaq da. Məna növü də nədir? Necə, nə cür, nə tərzdə? Təbii ki, tərz hərəkət zərflidir. Onu da bura qeyd edəcəksiniz deməli. Deməli, tərz hərəkət zərfliyi. Burada uşaqlar səliqəsiz oldu. Özünüz səliqəli yazarsınız. Sonra indi keçək dördüncüyə keçək. Qalib gəlmək üçün mübarizə aparmalısan. Nə etməlisən? Mübarizə aparmalısan. Nə üçün? Qalib gəlmək üçün. Bu da bizim məqsəd zərfliyimizdir. Uşaqlar, məqsəd zərfliyinə səbəb zərfliyinin fərqi nədir? Məqsəd zərfliyində hələ iş olmayıbdır. Yəni, bax, qalib gəlmək üçün mübarizə aparmalısan. Qalib gəlmisən, yox, hələ qalib gəlməmisən. Yəni, bunun üçün mübarizə aparmalısan. Yəni, iş hələ qarşıdadır, qarşıda. Səbəb zərfliyində isə artıq iş olub bitir. Məsələn, deyirəm ki, qalib gəldiyi üçün sevinirdi. Niyə sevinirdi? Qalib gəldiyi üçün. Artıq burada iş olubdur. Qalib gəldiyi üçün sevinirdi. Niyə? Qalib gəldiyi üçün bu artıq olacaq səbəb zərfliyi. Sonra indi yenə də burada zərfliyimizi bu qalib gəlmək üçün sözünü təbii ki, birləşməni bura yazacaqsınız. Sonra deməli sualı nədir? Nə üçün? Sualını da burada qeyd edəcəksiniz. Məna növdə nədir? Məqsəd zərfliyi, onu da bura qeyd edəcəksiniz. Sonra C-yə baxaq. Cümlələrdə zərfliklərin ifadə vasitələrini müəyyən edərək qaydanı tamamlayın. Cümlələrdə zərfliklərin ifadə vasitələrini müəyyən edərək qaydaları tamamlayın. Mən ehtiyatla içəri keçdim.
Baxaq, deməli keçdim ki, mən haraya keçdim? İçəri. Baxın, burada artıq hərəkətin yerini bildirir. Bu nədir? Təbii ki, olacaq yer zərfliyi olacaq. Çünki hərəkətin yerini bildirir. İfadə vasitəsi, məsələn, içərinin ifadə vasitəsi uşaqlar nə olar? Yəni yer zərfliyimizin ifadə vasitəsi nədir? Təbii ki, yer zərfidir bunun ifadə vasitəsi. Necə nəcür keçdim? Bax, keçməyin tərzi var burada. Təbii ki, bu da nə olacaq? Tərs hərəkət zərfi olacaq. Bu da ifadə vasitəsi tərz hərəkət zərfi olacaq. Eyni zamanda tərz hərəkət zərfliyidir. O başını yastığa qoyan kimi yuxuya getdi. Nə etdi? Yuxuya getdi. Kim? O. Necə nəcür nə tərzdə? Bax, başını yastığa qoyan kimi. Bax, bizim bu zərfliyimiz budur. Başını yastığa qoyan kimi. Təbii ki, bunun da ifadə vasitəsi nə olacaq? Deməli, feili birləşmə olacaq. Sonra ürəyim şiddətlə çırpınırdı. Nə edirdi? Çırpınırdı. Necə nəcür çırpınırdı? Şiddətlə. Zərfliyimiz nədir? Şiddətlə. Burada çırpınmağın bir tərzi var. Tərzi. Ona görə bu da nə olacaq? Tərz hərəkət zərfliyi. Eyni zamanda ifadə vasitəsi də yenə tərz hərəkət zərfi olacaq. Sonra biz bura dünən köçmüşük. Nə etmişik? Köçmüşük. Haraya? Bura. Nə zaman? Dünən. İki zərfimiz var. Buranın ifadə vasitəsi nədir? Buranın ifadə vasitəsi təbii ki, yer zərfidir. Bəs dünənin ifadə vasitəsi nədir? Təbii ki, o da zaman zərfi olacaq. Sonra biz onu qucağımıza alanda dəhşətə gəldik. Nə etdik? Dəhşətə gəldik. Kim biz? Nə zaman? Onu qucağımıza alanda hamısı bir yerdə gedir uşaqlar. Bunun da ifadə vasitəsi nə olacaq? Təbii ki, feili birləşmə olacaq. Onlar ağacların başında çardaqlarımızda yuva qurublar. Nə ediblər? Qurublar. Nəyi? Yuvanı. Kim onlar? Daha doğrusu, onlar da ola bilər. İndi burada əgər quşları deyək ki, nəzərdə tuturlar da, daha doğrusu quşlar nəzərdə tutarlar da, burada nə olar? Onlar ağacların başında çardaqlarımızda yuva, nə onlar? Sonra ağacların başında çardaqlarımızda yuva qurublar. Bax, burada harada? Ağacların başında, harada? Çardaqlarımızda. Uşaqlar, burada iki dənə zərfliyimiz var, yer zərfliyimiz var. Birinin ifadə vasitəsi, bax, ağacların başında. Bunun ifadə vasitəsi ismi birləşmədir. Çardaqlarımızda isə isimdir. Yəni, iki dənə zərflik var. İkisini də qeyd eləyərsiniz. Daha sonra uşaqlar, gəlin sizə bir sual verəcəm. Kim bilsə şərh bölməsində qeyd eləyər. Elə bir deməli zərflik yazın ki, zərflik yazıb cümlədə işlədin ki, onun ifadə vasitəsi deməli ifadə vasitəsi nə deyək? İfadə vasitəsi feili bağlama olsun. Yəni, elə bir cümlə yazın ki, orada zərflik işlənsin, deməli, zaman zərfliyi işlənsin və onun ifadə vasitəsi də feili bağlama olsun. Bunu kim bilirsə şərhlərdə yazar. Sonra uşaqlar, bayaqlarım uşaqlar məni çağırırdı. Ona görə məncə düşünürəm ki, bu məqsəd zərfliyinə, səbəb zərfliyini sizə tam aydın izah eləyə bilmədim. Gəlin onu bir də yenə izah eləyim. Deməli, səbəb zərfliyi. Bax, səbəb zərfliyinə məqsəd zərfliyinin fərqi nədir? Gəlin onu bir də sizə qeyd eləyim. Bax, nə etdi? Ağladı. Kim? Uşaq. Nə üçün ağlayıb? Qorxduğu üçün. Uşaq artıq burada qorxubdur. İş artıq olub bitibdir. Yəni, səbəb zərfliyində artıq iş olub bitir. Və üstəgəl, səbəb zərfliyi daha çox, bax, dığı üçündən ifadə olunur. İfadə olunanda dığı üçün, düzdür, sözlərlə də ifadə oluna bilər. Yəni, məsələn, isimlə də ifadə oluna bilər, feili bağlama ilə ifadə oluna bilər. Sadəcə olaraq qoşma ilə ifadə olunanda dığı üçündən daha çox ifadə olunur. Bax, birinci neyinir? Qorxur, daha sonra neyinir? Ağlayır. Birinci səbəb var, səbəb. Bir xəbər bilmək üçün ona zəng etdim. Amma burada birinci neyinirəm? Zəng eləyirəm. Məqsədim nədir? Xəbər biləcəm. Məqsəd zərfliyində birinci hərəkət baş verir. Yəni, birinci bu baş verir, hərəkət. Daha sonra artıq mənim o məqsədim gəlir. Yəni, daha sonra iş gəlir. Amma səbəb zərfliyində birinci səbəb olur. Daha sonra o xəbərdəki iş baş verir.